Baxaq. Elin neçə qolu var? 3. Əl. Emin bir qolu var. Erin bir, iki, üç qolu var. P'nin bir, iki, üç qolu var. N'in bir, iki qolu var. K'nın bir, iki qolu var. Burada baxın, istisna M'dir. Yeganə M'in bir qolu varsa, bu bir qollu burada olacaq M. M gəlir, birləşir P'yə. P'nin birləşənlərindən biri, baxın, üç qolludur. P'nin birləşənlərindən biri üç qolludur. P-nə birləşənlərindən biri iki qolludur. İndi burada şəkilə baxaq. Baxaq. P birləşib M-dən əlavə. Baxın, üç qollu elə. Düzdür? Onda burada P-nin üç qollu birləşdiyi bu el olacaq. P-nin görə iki qollu birləşdiyi hansıdır? Baxın, iki qollu birləşdiyi hansıdır? K. Bu da olacaq K. K-nı tapdıq. İndi baxın elə K birləşib P-yə. K başqa nəyə birləşib? K birləşib P-yə, K birləşib R-ə. Bu da oldu R. Aha. R-ə baxın elə. R birləşib K-yə. R birləşib E-lə. Görüm R başqa nəyə birləşib? R birləşib K-ya. R birləşib L-ə. R birləşib nəyə? E-nə. Bu da oldu. Bitti. Tapdıq. Aydın. Suala nə tərzdə yanaşırıq? Əvvəlcə yazırıq. C-nin nə qədər qolu var? C-nin bir qolu var, iki qolu var, üç qolu var, dörd qolu var, beş qolu var. C-nin beş qolu var. M-in iki qolu var. Birinci qolu, bu da ikinci qolu. M-in iki qolu var. Ə hərfinin bir qolu var, iki qolu var, üç qolu, dörd qolu, beş qolu. Əyə də yazdıq 5. İ'nin iki qolu var, rahat şəkildə görünür. K'nın üç qolu var. Bir, iki, üç qolu var. L'in iki qolu var, bu şəkildə. O'nun bir qolu, iki qolu, üç qolu var, bu şəkildə. R'in bir qolu, iki qolu, üç qolu, dörd qolu, beş qolu var, bu şəkildə. D'nin bir qolu, iki qolu, üç qolu, dörd qolu, beş qolu var. Baxın, eyni ilə bu şəkildə. İndi mən görürəm ki, normalda məsələn qəbul suallarında bəzi hallarda proses bu şəkildə olur. Yeganə C-nin 5 qolu olur, digərləri fərqli olur. Mən elə birbaşa C-ni buradan tapıram. Görüm hansının 5 qolu varsa o C-dir. Amma bizdə proses fərqlidir. 5 qolu olan da çoxdur, 2 qolu olan da, 3 qolu olan da. Mən buradan haradan bilim hansı hansıdır? Onun üçün ikinci prosesdə onların arasındakı əlaqəyə baxacağıq. Yenidən yazaq. C-nin 5 qolu var. O'nun 3 qolu var. M-in 2 qolu var. Sonra Ə hərfinin, baxaq diqqətlə yenidən 5 qolu var. R-in 1, 2, 3, 4, 5 qolu var. K'nın 3 qolu var. L'in 2 qolu var. Sonra İ'nin 2 qolu var. Hamını yazdıq mı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada da 1, 2, 3, 4, 5, 6, 7, 8 birini yazmamışıq. D-ni yazmamışıq deyəsən. Bəli, D yoxdur. D-nin də 5 qolu. Baxın, birbaşa ən çətinliyindən başladım sizlə ki, qolları olmayan versiyanı necə eləyirik? İndi birinci baxaq. Nədən başlasaq rahat olar? İmtahanda bir dəfəlik 5 qollulara ilişməyəsiniz. Çünki 5 qollu, məsələn C. C birləşib 2 qolluya, 5 qolluya, 5 qollu. Aləm dəyib də bir-birinə. Məsləhət nədir? Başlayın 2 qollulara baxın. Baxın 2 qollulardan yapışır. Görək bu 2 qollular özləri kimlərə birləşiblər? Neçə 2 qollularımdır? 3 dənə. Birinci növbədə L-ə baxaq. L 2 qolludur. Onun bir qolu, 3 qolu olan O'ya birləşib. Deməli, L birləşib 3 qolluya, L birləşib 5 qolu. Bu tərəfdən də L birləşib 5 qolluya. L birləşib 2 və 5 qolluya, 3 və 5 qolluya. İ-yə baxaq.
i birləşib 5 qolluya, i yenə də birləşib 5 qolluya. Və bu sarıdan tapa bilərik. i birləşib 5 qollu və 5 qolluya. Onun yəni iki qollarının hərəsi 5 qolluya birləşib. M-ə baxaq. M-in iki qolu var. M də birləşib 5 qolluya və 5 qolluya. Baxaq burada. M-ə haradaydı? Hə, M birləşib 5 və 5. İndi fərq var, düzdür? Fərq hardadır? Kim deyə bilər? Elde 3 5 değil çünkü. Ay, sağ ol. İndi baxaq iki qollulara. Məsələn, bu iki qolunu görürsüz. Bu birləşib 1, 2, 3, 4, 5 qolluya. Bir də birləşib 3 qolluya. Tapdım da 3-ə və 5-ə birləşən hansı idi? L. Düzdür? Digər iki qollar 5-ə 5-ə birləşmişdi. Baxın, bu L-dir. Baxın, L-in bir qolu 5-ə birləşib, 5 qolluya birləşib. L-in bir qolu da 3 qolluya birləşib. Tapdım. İndi təzədən qayıdıram bura. Baxım hələ L. L-in 3 qollu birləşdiyi hansı idi? O hərfi idi. L-in 5 qollu birləşdiyi D idi. Deməli, burada oldu D. Qəşəng, alındı. Super. İndi baxın hələ onun kilidi açılıb. O L-ə birləşib. O D-yə birləşib. Görək o başqa nəyə birləşib? Buradan baxaq. O L-ə birləşib. O D-yə birləşib. Bir də o nəyə birləşib? C'ye C'ye. Super. Bu birləşib C-yə. Bunu da buradan tapdım. Yaxşı. C-yə baxaq. C-nin 3 qolu, 5 qolu var. Buradan biraz özümüzü tora salmayaq. Digərlərinə baxaq. Baxın, burada bir dənə 5 qollu var. Daha doğrusu, bu 5 qollu, bu el oyundan çıxdı. El oyundan çıxıb. Bu i-dən və m-dən görək hansı D-yə birləşib. Bu D-yə birləşən iki qollular var axı, görək hansıdır. Deməli, D-yə birləşən iki qollu biri L-dir. O biri görək hansıdır. C-dir, R-dir. Yox, D-yə başqa birləşən yoxdur, mən görmürəm. D-yə baxaq hələ başqa iki qollu. Deməli, D-ni əslində tapmışam. D-nin bir qolu L-dir. D-nin bir qolu O-dur. D-nin bir qolu C-dir. Yerdə qalıb bir dənə 3 qollu, bir dənə də 5 qollu. Baxın, 5 qollu. İndi baxaq hələ D-yə. Görək D-nin başqa 5, D-nin 5 qollu birləşdiyi ilə yanındadır da. Kimdir? R. Erdi. Aha, R-dir. D-yə baxaq. D-nin bu 5 qollu birləşdiyi. Bura oldu R. Tapdıq. Onda D-nin 3 qollu birləşdiyi hansı olacaq? Baxaq, hələ D-nin başqa bir dənə 3 qollu birləşdiyi var yanında. Baxaq, baxaq. Görək, hələ burada bax. O. K, O. K, K, bax. K. K-ya birləşib. K-nın neçə qolu var? 3 qolu var. K-nın 3 qolu var. Bu da oldu K. Bunu da tapdıq. Deməli, bax hələ K D-yə birləşib. K R-ə birləşib. K başqa nəyə birləşib? Bax elə K D-yə birləşib. K R-ə birləşib. K Ə-yə də birləşib. Bu oldu Ə. Əla. Sonra Ə-yə baxaq. Ə-nin bütün qolları demək olar ki, hazırdır. Ə K-ya birləşib. Ə C-yə birləşib. Ə burada birləşib iki qollu hər hansı bir hissəyə. Bunu bilmirik hələ ki. Ə birləşib R-ə. İndi görək bunlardan üç qollu hansıdır? Yerdə görə hansı hərflərimiz qalıb. Deməli, biz C-ni oyundan çıxartmışıq. O-nu oyundan çıxartmışıq. M qalıb. M birləşmişdi 5 qollu ilə 5 qolluya. Baxaq hələ. M birləşmişdi 5 qollu ilə 5 qolluya. Görə elə M-dən R-ə yol var. Baxın, M-dən R-ə yol yoxdur. Düzdür? Ona görə mən bura M qoya bilmirəm. Baxın, M-dən R-ə yol yoxdur. M Ə-yə və C-yə birləşib. Amma burada bu üçdən R-yə yol var. Deməli, M budur. Yerdə başqa nə qaldı? Elə bilim, yazmadığımız. Bir də i. Bu da İ. İ. aha. İlk baxışdan sizin üçün aləm bir-birinə dəydi. Başa düşürəm, normaldır. Amma bizim imtahan sualımızdır, qəbul sualımızdır. Diqqətlə baxıb bir neçə sual üzərində işləyəndə rahat olun. İndi bunun